Gəlin belə bir sualın izahına baxaq. Deyir ki, bizə ədədin cəbri şəklində göstərin. İndi ilk növbədə gəlin xatırlayaq ki, bizdə y üstündə i teta nəyə bərabər idi? Bərabər idi kosinus teta üzərinə gəlinsin i sinus teta. Buna bərabər idi. İndi burada teta nədir? Teta görürük ki, mənfi pi bölünsün 4-ə bərabərdir. Ona görə yaza bilərəm ki, mən y üstündə i vurulsun mənfi pi bölünsün 4 bərabərdir. Olacaq kosinus mənfi pi bölək 4 üzərinə gəlinsin i sinus mənfi pi bölünsün 4. Bax, bunu mən belə yazdım. İndi burada nə olur? Olur y üstündə mənfi i vurulsun pi bölək 4 bərabərdir. Deməli, kosinus mənfi x elə kosinus x-dir. Kosinus cüt funksiya olduğuna görə kosinus pi bölü 4-də alır. Kvadrat kök altında 2 bölünsün 2 çıxılsın. Sinus tək funksiya olduğuna görə mənfini qabağa ötürür. Sinus pi bölü 4-də də alır. Kök altında 2 bölünsün 2. Bax belə. Buradan da alaram ki, mən y üstündə mənfi i vurulsun pi bölək 4 bərabərdir. Kök altda 2 bölünsün 2 çıxılsın. Kök altda 2 bölünsün 2 i. Bax, bu da oldu cəbri şəkil.